Qəbul imtahanlarına düşə biləcək belə bir sual verilib. Sualda bizə deyilir ki, bir sinifdəki şagirdlərin hər biri digərlərinin öz şəkillərini verir. Cəmi 650 foto şəkil verilmişsə, sinifdə neçə şagird var? Bu şagirdlərin sayını mən hər hansı bir x ilə işarə edə bilərəm. Və bilirəm ki, şagirdlərin hər biri özü istisna digər şagirdlərə hədiyyə verməlidir. Yəni x minus 1 sayda hər bir şagird hədiyyə etməlidir. O zaman bunların hasilini tapsam, bir-birinə vursam, ümumi şəkillərin sayını, yəni 650-ni verər. Vurub x-i mötərizələri açsam, x kvadrat minus x bərabərdir 650 alıram. Onu da sol tərəfə atsam, çıx 650 bərabərdir 0 verir. Viet teoreminə görə x1 üstəgəl x2 bizdə 1-dir. x1 vur x2 isə mənfi 650-dir. Buradan mən x1-i tapıram 26, x2-ni də tapıram mənfi 25. Hansı ki biz bu x-ə şagirdlərin sayı demişdik. Say mənfi ola bilməz deyə mənfi 25 yox. Düzgün cavabımız nə olur? 26 Y variantı.